Hey. Bəli, biz alovlanmış bədən barəsində danışırıq. Mən əvvəlkiləri təkrar eləmək istəmirəm. Doğulmaq istəyirsənsə qulaq as. Əgər canın qədrini bilirsənsə, əgər ölməmək istəyirsənsə, əgər Yenox kimi, Adəmdən gələn 7-ci nəsil olan Yenox kimi, qulaq as. Yenoxa qədər, Adəmdən Yenoxa qədər hamı deyirdi ki, öldəsən torpağa qarışasan, öldəsən torpağa qarışasan. Yenox dedi ki, mən Adəmin, babalarımın fikri ilə yox, mən Adəmi bu dünyaya gətirən Allahın fikri ilə razılaşıram. O başlanğıcda bizi ölməz yaratdı. Və əgər sən ölməmək və çürüməmək istəyirsənsə, sən istəyirsən ki, ölməyəsən və çürüməyəsən, sadəcə bugün qulaq as və mənimlə dua elə, qoy o alovu hiss edəcəksən ki, necə alov nəfəsi sənə daxil olur. Mən nağıl danışmıram, mən demirəm öləndən sonra bunlar baş verəcək. Mən deyirəm ki, bu günlərin bu sənlə baş verəcək. Bu gün mən uzatmıram söhbəti dindarlar kimi ki, ha vaxtsa biz öləcəyik, göylərə düşəcəyik, Allahdan görüşəcəyik, İsa'dan görüşəcəyik. Xeyr, mənə sonra görüşmək lazım deyil. Mənə sonra heç nə lazım deyil. Eşitirsən məni? Mənə indi və bugün lazımdır. Denən mənə indi və bugün lazımdır. Denən mənə oy, aleluya. Denən mən indi və bugün istəyirəm. Azərbaycanlıların bir sözü var. Nisyə girməz kisəyə. Ha vaxtsa mən Allahdan görüşsəm, nağıl olacaq, nə olacaq? Bu nisyədir, nisyə. Həqiqəti yaşayın, indi və bugünü yaşayın, reallığı yaşayın. Haleluya. Aleluya. Ona görə də alovlanmış bədəniniz var. Və Yenox dedi ki, mən babalarımın fikrindən imtina edirəm. Mən ölməmək istəyirəm. Ona görə də yazılır ki, Allah onu götürdü. O ölüm görmədi. Hələ İsa gəlməmişdi. Hələ İsa gəlməmişdi. 7-ci nəsil idi, 7-ci oğul idi Yenox. Müqəddəs kitabda gördüyünüz 7-ci oğul. Ona görə də bugünlərim sən həmən oğulsan ki, ölməzsən, çürüməzsən. Və İsa Məsih səhrada belə göstərdi Yəhudi xalqına. İsrailə, Yaqub nəslinə səhrada belə göstərdi. Onlar onu anlamadılar, onu başa düşmədilər. Və o axırda özü bədəndə gəldi. O, İsa Məsih niyə bədəndə gəldi? Allahın ruhu niyə bədəndə gəldi? Yəni sizə göstərsin ki, siz ölməzsiniz. Sənin bədənin çox qiymətlidir. Sənin çox qiymətli bədənin var. Sənin izzətli bədənin var. Dinlər deyir ki, hətta kilsələrdə belə öyrədirlər ki, şu bədən nəyə lazımdır? Nəyə lazımdırsa Allah bu ürəkdə niyə yaşayır axı? Axı Allah bu ürəyi seçdi axı. Allah nəzir qutusunu seçmədi yaşamağa. Allah daşdan tikilmiş, əllə tikilmiş binaları seçmədi yaşamağa. Allah özü öz əlinlə tikdiyi, öz əlinlə DNK-lardan toxuduğu səndə yaşamağı seçdi. Başa düşürsən? O səni seçdi. Əgər Allah səni seçibsə, ki, mən səndə yaşayacam, sən necə bu bədənə deyə bilərsən ki, bu bədən boş şeydir. Bu bədən ölüb torpağa qarışmalıdır. Bu bədən çürüməlidir. Biz bu fikirləri silib atırıq düşüncəmizdən. Biz özümüz əli qoy sinə, dinən mənim bədənim izzətli bədəndir. Amma bunu inamla dinən özün hiss eləyəcəksən. Özün içində alovu hiss eləyəcəksən. Dinən mənim bədənim izzətli bədəndir. Çünki bu Allahın yaşadığı bədəndir. Allah bu qəlbdə yaşayır dinən. O mənim ürəyimdə yaşayır. Di bunları mənim arxamca di. Di alovlanırsan, di özün görəcəksən alovu. Bu yığıncaqda sən tam alovla buradan çıxmalısan. Sən alovla yanındakı adamlar hiss eləməli ki, o peşdən istilik çıxan kimi səndən istilik çıxır. Bu həqiqətdir, bu səndə var. Sən isə bunu ancaq düşüncənlə əldə edə bilərsən. Amin. Sən alovlanmış bədənsən. Sən alovlu bədənsən.
Ona görə də İsa Məsih öz alovu ilə ölümü yandırdı. İlyas bədəndəki alovu ilə ölümü yandırdı. Məryəm bədəndəki alovu ilə, çünki yazılıb ki, hər şey, qulaq as nə yazılıb? Süleymanın məsələlərində yazılıb ki, hər şey alovla təmizlənir. Görürsünüz, ən ağır xəstəliyi belə deyirlər, yandırın oranı, alov təmizləsin. Ən pis yerlər, zibilliklər belə, yandırırlar oraları. Ən ağır xəstəliklər olan yeri, yandırırlar oraları. Niyə? Çünki hər şey alovla təmizlənir. Dinən, o alov məndədir. Vah, oy, kim mənimlə həqiqətən ürəkdə bu sözü deyirsə, alovu hiss edir. Alovu hiss edir ki, onun için necə yandırır. Vah, biz təbliğimizə başlayırıq. Alovlanmış bədən barəsində bu günlərim onu sonu olacaqdır. Mən bu alovlanmış bədən təbliğini edəndə dedim ki, bizim bəxtəvərliyimiz, bizim xoşbəxtliyimiz verdiyimiz qərardadır. Bizim bəxtəvərliyimiz, ay bugün pulum var, yoxdur, alverim var, yoxdur, sağlamam, xəstəyəm də deyil. Bizim bəxtəvərliyimiz, bizim qərarımızdır. Biz qərar vermişik ki, biz bəxtəvərik, biz ölməzik, biz çürüməzik, biz əbədi olanıq. Çünki biz əbədi olandan doğulmuşuq. Bizi doğan Allah, bizi bu dünyaya göndərən, gətirən Allah bizi özündən yaradıb. Biz onun bir hissəsiyik. Biz hamımız birlikdə onun bədənini təşkil edirik. Romalılara 12-ci fəsil 1-ci ayədə belə deyir. Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram. Gör nə deyir? Deyir ki, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi, bədəndən danışır, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq onu təqdim edin. Diri qurban, özünü döymə, kəsmə, özünü ağıllı bir adam kimi Allaha təqdim elə, özünü bir qanan adam kimi, özünü dərk edən bir qurban olaraq, bu qurban deyən kimi biz elə bilik ancaq başı kəsilməlidir və yeyilməlidir. Xeyr. Köhnə əhdə, Musanın devrində qurban kəsilirdi və o qurbangaha alovun üzərinə qoyulurdu və yandırılırdı. Çünki günahlı idi. Və günah bizdən İsa'ya görə götürüldüyü üçün bizim də üzərimizdə indi alov var. O alov səndə yanırsan, amma yanıb qurtarmırsan. Çünki səndəki alov hər şeyi məhv edən atəşdir. Sən özün alova çevrilmişsən. Axı bəyə əvvəllər də danışdığım kimi kəlamda dedik ki, o öz qulluqçularını alova çevirir. Və Romalılara 12-ci fəsil 1-ci ayənin davamını oxuyuram. Deyir ki, bədənlərinizi, yəni bədəninizi müqəddəs, sənin bədənin müqəddəsdir, qulaq as. Sənin bədənindən, dalından deyir ki, bədənlərinizi müqəddəs və Allahı razı salan, sənin bədənin Allahı razı salır, narazı olma öz bədənindən. Onu ölməyə göndərmə, onu çürüməyə göndərmə. Düşüncəndə fikirləşmə ki, sən ölməlisən. Sənin bədənindən Allah razıdır. Hansınız evladınızın bədənindən narazısınız? Var burada eləsi. Və necə olur Allah sənin bədənindən narazı ola bilər? Allahı razı salan bir qurban olaraq onu təqdim edin. Bu sizin, gör nə deyir? Bu sizin ağılla etdiyiniz ibadətdir. Əziz qardaş və bacı, çürüməzlik və ölməzlik bir neçə dəfə zühur edibdir. Birinci çürüməzlik tapşırığını, birinci çürüməzlik missiyasını, onu elə bir alovlanan ateşində özünü göstərdi. Elçi gəldi və göstərdi. İsa Məsih gəldi və onu göstərdi.
Və sizə sual verəcəklər, İsa'dan başqa kim gəldi? Sənə demək istəyirəm. Əslində, son 2000 ildə çoxlu sayda insanlar, çoxlu sayda çürüməzlər gəldi. Və Məryəm, İsa'nın anası Məryəm, belə qadınlardan biridir. Belə insanlara aiddir. İndiyə qədər bütün dinlər Məryəmin cəsədi barədə harada bastırıldığını deyir, hara getdiyini deyir. Bu barədə mübahisə edirlər. Hətta mən Türkiyədə, Quş adasında olanda, ora gedəndə Məryəmin orada qəbri var. Amma deyirlər, boşdur içi. Heç bir yerdə onun qalıqlarını tapmırlar. Heç kim bilmir ki, Məryəmin cəsədi haradadır. Katoliklər belə, pravoslavlar belə, onlar da Məryəmin bədəninin çürümədiyini, yüksəldiyini deyirlər. Düzdür, bizim pravoslavlarla, katoliklərdə razılaşmadığımız çoxlu şeylər var. Amma bu mövzuda biz tam onlarla razıyıq. Çünki bu elə onların dediyi kimidir. Məryəm, o mütləq yüksəldi. Onun bədənini torpaq yeyə bilmədi. Onun bədənini torpaq çürüdə bilmədi. Çünki onun bədəni artıq alova çevrilmişdi. Əlbəttə ki, bu dünya adamları, dünyadakı dinlər öz sözünü dedilər. Ki, hə, Məryəmin də bədənini oğurladılar, Məryəmin də bədənini qaçırtdılar. Onunla da İsa kimi olduğu kimi oldu. Yadınızdadır, İsa'nı da deyirdilər ki, bədənini şagirdləri oğruyub gizlədib ki, desinlər ki, dirilibdir. Amma nə qədər Məryəmin barəsində dedilər ki, oradadır cəsədi, buradadır cəsədi. Amma heç vaxt onun cəsədi tapılmadı. Onun bədənini tapa bilmədilər. Həvarilərin və elə bir ki, müxtəlif müqəddəslərin, bütün bu müqəddəs qalıqları var da, Həvari Pavelin qalığı var orada, Roma kilsəsinin altında qoyublar, deyirlər, nə bilim, balaca sümükləri hələ də qalıb orada. Bunlar hamısı, ay İsa'nın cəsədini tapıblar, Məryəmin qəbri filan yerdədir, Həvarilərin qəbri filan yerdədir, bunlar hamısı şeytanın yalanlarıdır ki, diqqəti bir çoxunun həqiqi ölməməkdən, çürüməməkdən, həqiqi yüksəlişdən yayındırmaq üçündür ki, sən bilməyəsən, sən elə biləsən ki, elə ölüm var. Xeyr, onların ölməməkliyi, onların çürüməzliyi, onların yüksəlişi barədə məlumatları gizlətmək üçün, onların ölümü barədə cürbəcür səhnələr fikirləşdilər, cürbəcür, nə bilim, ideyalar fikirləşdilər ki, onları necə cəzalandırdılar, nə bilim, nətər bastırdılar. Yəni, onları haralardasa məzarları var. Ancaq heç kim deyə bilməz ki, məhz bunlar onların məzarlarıdır və orada onların qalıqlarıdır. Bu müqəddəslərin əksəriyyəti qəbirlərdən çıxdılar və yüksəldilər. Qəbirlərdən belə çıxdılar. Yəni, onlar çürüməzdilər. Onlar İsa kimi oldular və zühur edə bilirlər. Lakin onlar çürümək düşüncəsində olanlar üçün görünməzdilər. Başa düşürsən? O kəslər ki, fikirləşir ki, mən çürüyənəm, mən ölənəm, mən ölüb qəbrə düşməliyəm. Mən onun üçün bugün sizə deyirəm, onların hamısı ölmüyür. Hamısı çoxları ölməmişdən. Çünki İsa bu praktikanı göstərdi. İsa dedi ki, mən öz bədənimi özüm verirəm. Heç kim onu məndən ala bilməz. Mən onu özüm verirəm ki, sonra geri götürüm. Ona görə də sizə deyirəm, hamısı ölməyib. Və sizə də deyirəm, hamınız ölməyəcəksiniz. Ancaq bir anda da dəyişəcəksiniz. Aleluya! Kimsə öldü, bəli, kimsə öldü və dirildi. Çünki özləri canlarını verdilər. Özləri onları edam edirdilər. Və onlar özləri razılaşırdı. Amma 100% deyirəm, Məryəm 100%. Həvarilərin əksəriyyəti onlar ölmədilər, onlar yüksəldilər. Onlar bədəndə yüksəldilər. Hansısa çürüməz bir qalıqları, sümükləri göstərib onların yüksəlməsini, Allaha qovuşmasını gizlətdilər. Amma sənə demək istəyirəm, qulaq as. Çürüməzlik
bu yalnız çürüməmək deyil. Əhd-i ətiqdə, köhnə əhddə. Elişanın məs edilmiş qalıqları var idi. Elişa Peyğəmbərin. Onun qalıqları da qalırdı. Yəni sümükləri. Əhd-i cədiddə isə orada Elişanı göstərirdi ki, əhd-i ətiqdə. Yəni o gedib göylərə, amma cismi qalıb burada. Bu əhd-i ətiqdə idi, köhnə əhddə. Yeni əhddə isə çürüməmək, ölməməkdir. Başa düşürsən? Ümumiyyətlə, əhd-i cədiddə, yəni yeni əhddə çürüməmək, bu ölməməkdir. Çünki onlar əgər öldüsə, İsa kimi dirildilər. Çünki İsa dedi ki, mənə iman edən ölsə də yaşayar. Mən inanıram ki, 2000 il ərzində çoxlu insanlar öldülər və dirildilər. Heç bəziləri də heç ölmədilər. Onların heç kimin ehtiyac duymadığı elə bir zaman bəşər tarixinin səlnaməsində elə bir parlandılar, itdilər, ora daxil oldular. Dəfn olunduqları halda belə hamısı yazıldığı kimi qəbirləri tərk etdilər. Harada yazılıbdı? Matta'da yazılıbdı 27-ci fəsil, 27-ci fəsil 52-ci ayədən oxuyuram. Qəbirləri açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. Onlar İsa'nın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər. Və eyni ilə indi Həvari Pavel də zühur edir. Həvari Pötr zühur edir. Adlarını bilmədiyimiz bir çoxları aralarımızda gəzirlər. Hamısı buradadılar, şahid buludundadılar. Kəlam deyir, onlar şahid buludu arasında gəzirik biz. Onlar bizim ətrafımızdadılar. Onlar bu şəkildə dirilmişlər. Sən deyə bilərsən ki, sual verə bilərsən ki, bəs dirilmişlərsə, niyə aramızda gəzmirlər? Belə sual yarana bilər də. Sənə deyə bilərlər və yaxud sən mənə sual verə bilərsən ki, əgər dirilibsən, niyə aramızda gəzmir? İndi mən sənə sual vermək istəyirəm. Məyər İsa bizim aramızda gəzmir? O gəlmə hamıya görsəndir axı. Sən görürsən onu. Ona görə də sən deyə bilməzsən ki, bəs niyə bizim aramızda gəzmir? İsa gəzir. O 7 çırağın ortasında gəzir. O kəlamda göstərir onu ki, 7 çıraqların ortasında gəzir. Bax belə onlar bizim aramızdadır. Biz də onların arasındayıq. Buna görə də sizə deyən olanda ki, artıq heç kim çürüməz deyil. Sadəcə qəbul etməyin. Çünki çürüməzlik bir neçə dəfə zühur edibdir. Sən alovlanmış bədənsən. Sənin bədəninin ateşi var, alovu var. Və onun mahiyyəti var. Mərkəzi sual, sənin həyatının mərkəzi sualı olmalıdır ki, sənin həyatdan daha böyük olan missiyan var, tapşırığın var. Biz həyatdan daha böyük olanı, daha izzətli olanı seçdik. Allahın oğlu İsa'nı seçdik. Biz yaşamağı və ölməyi seçmədik. Biz və yaxud da yaşamağı və yaxud ölməməyi seçmədik. Biz tapşırığı seçdik, missiyanı seçdik. Çünki keçən yığıncaqlarında dediyim kimi, o öz qulluqçularını alova çevirir. Biz ona görə bu qulluğu seçdik. Alova çevrilmək üçün. Biz öz bədənini alovlandırmaq üçün dua edirik. Biz öz bədənlə, biz duanı ona görə edirik ki, bədən biz qulluq edirik. Və biz qulluq edəndə o bizi alova çevirir. Biz ona qulluq edəndə bu bizi alova çevirir. Və bu özünü həsr etmə duasıdır. Ona görə də sənə sualım var bugün. Sən nə istəyirsən? Həyatını nəyə həsr etməyi düşünürsən? Sənə verirəm haçar. Bugün edə biləcəyin ən yaxşı şey
Bugün sənin göstərə biləcəyin ən yaxşı şey nədir? Bədəninizi çürüməmə zuhuruna həsr etməkdir. Sən bədənini çürüməmək huzuruna, çürüməzliyə həsr edirsən. Kameraları, mikrofonları söndürün, kameraları yox. Kimisə kamerası açıqdır. Xahiş edirəm, söndürün. Ona görə də mən sənə bugün haçar verirəm, deyirəm ki, bugün bədənlərinizi çürüməmək zuhuruna həsr edin. Çürüməzliyi təbliğ edin və sonra bədəniniz hər zaman alovlanacaq, özünüz görəcəksiniz. Yenə mənə sual verə bilərsən ki, bəs bu çürüməzliyi nə qədər təbliğ edə bilərik? Əbədiyyən, çünki çürüməzlik heç vaxt bitmir, bu tapşırıq heç vaxt bitmir, bu misiya heç vaxt bitmir. Amin. Bunu sən əbədiyyən təbliğ edə bilərsən. Çünki bu heç vaxt bitmir, heç vaxt tükənmir. Yeganə tükənməyən çürüməzlikdir. Yeganə tükənməyən sənin tapşırığındır. Yeganə tükənməyən səndə olan alovdur, sənsən. Necə ki Musanın qarşısında ağac yanırdı, kol yanırdı, yanırdı və sönmürdü. Bu sənin surətindir, obrazındır. Anlayırsan məni? Məni anlayırsan? Və indi sual vermək istəyirəm. İndi özü anlayırsan kimsən? Hey! Halleluya! Özü anlayırsan kimsən indi? İndi başa düşürsən kimsən? Halleluya! 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 Misiya heç vaxt bitmir. Misiya heç vaxt qurtarmır. Bədən alovlanmalıdır. Sənin bədənin alovlanmalıdır. Bu bədənin alovlanmağı, bax çaşma ha, səhv salma. Bu yaşayıb yaşamamaq deyil ha. Sən ölmüsənsə bədənin alovlu deyil, sən yaşayırsansa bədənin alovludur. Bədənin alovlanmağı bax budur. Zəburda yazılır, 118-ci Zəburda. Və bu sənin barəndədir, sənin tapşırığın, misiyan barəndədir. Yazılır ki, ölməyib, sağ qalacağam. Zəbur 118, 17-ci, 18-ci fəsildə deyilir. Ölməyib, sağ qalacağam. Rəbbin işlərini bəyan edəcəyəm. Rəbb mənə möhkəm cəza verdi. Amma məni ölümə təslim etmədi. O məni ölümə, alov, bu sözlər misiya haqqındadır, tapşırıq haqqındadır. Rəbb mənə möhkəm cəza verdi, amma məni ölümə təslim etmədi. Məndə ölüm yoxdur. Mən ölümsüz olaraq bu dünyaya gəlmişəm. Ona görə də sən özünü bir misiyaya, bir tapşırığa həsr edəndə Allahın tapşırığına. Tapşırıq nədir? Bədən, çürüməz bədən düşüncəsi. Özünü ağılla, düşüncənlə, diri qurban olaraq təqdim etmək düşüncəsi. Bədəninizi, sən özünü bir misiyaya həsr edəndə bədəniniz alovlanacaq və daxilinizdə odla nəfəs almaq üçün böyük güc qazanarsan. Bax, indi bunu biz məşq edəcəyik. Sən böyük güc qazanacaqsan. Və sən bilirsən nə deyəcəksən onda? Sən onda da deyəcəksən ki, sən bugün biz bunu edəcəyik. Bugün buna biz alovlanmış bədən təliminə biz son qoyacağıq. Və biz onda deyəcəyik ki, mən ölə bilmərəm. Sən deyəcəksən ki, mən ölə bilmərəm. Və sonda bədəndə ölümsüzlük gücü, ölümsüzlük alovu güclü şəkildə bugün səndə özünü göstərəcək. Sən sadəcə deyəcəksən, kəlam deyir ki, mənim Allahım məni ölümə təslim etmədi. Kim məni ölümə təslim edə bilər? Mənim sahibim, mənim atam, mənim Allahım kəlam deyir ki, məni ölümə təslim etmədi. Mənə tapşırıq verdi. Mənə alovlanmış, ölməz, çürüməz bədən verdi. Mən özümü bu misiyaya, mən özümü bu tapşırığa həsr edirəm. Ölməz, çürüməz bədən misiyasına, tapşırığına həsr edirəm
ki mən oyam. Və bugün sən böyük güc alacaqsan. Mən sənə kömək edəcəm. Sən gücü alacaqsan. Alovu alacaqsan bugün. Olmağına daha doğrusu alov səndədir. Sən onu işə salacaqsan. Və bu günləri mənimlə birlikdə istəsəniz fiziki əllərinizi qaldırın. İstəsəniz daxilinizdəki əllərinizi qaldırın. Və bugünkü missiyanıza, öz təyinatınıza siz təyin olunmuşsunuz. Sən deyə bilərsən ki, mən alovlu, bəli, sən alovlu bədənsən. Bu, sən yaradılanda, sən düzəldiləndə bu sənə qoyulubdur, bu sənə yerləşdirilibdir, sən alovlu bədənsən. İndi biz dua edəcəyik. Əllərinizi qaldırın və öz ilk təyinatınıza addım atın. İlk addımı atın bugün. Mən sizə kömək edəcəm. Kim mənimlə dediyim kimi etsə, görə həqiqəti görəcəksən. Və öz təyinatına addım atmağa başlayırsan indi. Əgər hələ də tərəddüd edirsənsə, mən bugün sizə bu alovlanma vasitəsini verirəm. Özünüz nəfəs kimi od ola bilərsiniz. Nəfəs kimi od çıxar. Özünüzü bu ateşə çevirin və bədəndə, çürüməzdə, bu bədəndə çürümədən başlayın yanmağa, alovlanmağa, yaşamağa. Yum gözünü olduğun yerdə. Oh, haleluya, haleluya, oh, haleluya, oh, haleluya, haleluya. Haleluya. Bilirəm, nağarım onlara qoyub çıxıb gelib Elmira xanımda hər dəfə elə edir. O eşitmirlər orada. Pekar nedir? Qulaq asırlar bizə orada. Haleluya. Nəysə fikir verməyin. Onlar məni eşidin. Məni eşidin. Mən onlardan möhkəm danışıram. Haleluya. Haleluya. Məncə onlara deyə bilmirəm. Onlar başları qarışıq. Mənimlə denən olduğun yerdə mənə qulaq as. Mənə köklən. Denən ata sənə təşəkkür edirəm. Ürəyində deyə bilərsən bunu. Denən bədənimin bu ateşi göstərməyə və qəbul etməyə qadir olduğuna görə sənə təşəkkür edirəm. Bədənim denən bu ateşi göstərir. Bədənim bu ateşi qəbul edir. Sənə təşəkkür edirəm. Denən bu missiyada olmadığım, məqsədsiz yaşadığım həyatın bütün illərini denən özümdən ayırıram. O illər ki, məqsədsiz yaşamışam, bilməmişəm, tapşırıqda olmamışam, bu illəri özümdən ayırıram. Bu andan etibarən bunu gücdə dinən, ürəkdən dinən bu andan etibarən bədənimi çürüməzlik müjdəsinə həsr edirəm. Bədənimi ölməzlik müjdəsinə həsr edirəm. Bədənimi alovlanma müjdəsinə həsr edirəm. Denən bədəninə gör necə o bədənin sevinir. Denən xoşbəxt olacağım qərarım budur. Bu mənim üçün denən sonsuz imkanlar açacaq bir qərarımdır. Mən qərar verirəm. Mən xoşbəxtəm. Mən qərar verirəm ki, bədənim Allaha alov nəfəsində qulluq edir. Bu mənim çağrışımdır. Bunu daha qüdrətlə, bunu daha da möhkəm edəcəyəm. Və bacardığım hər şeyə açıq şəkildə daxil olmanı görəcəyəm. Bacardığım hər şeyə açıq şəkildə girişi görəcəyəm. Ata, sənə təşəkkür edirəm.
Ata, sənə təşəkkür edirəm ki, indi mənə alovlu bədənin mahiyyətini açırsan. Bədən tərəfindən alovlanan bir atəş olmaq və məni indi od halına gətirirsən. Baxın, bədənləriniz alov şəklinə, od şəklinə gəlir. Bədənləriniz alovlanır. İndi daxili baxışlarınızla bədəninizə baxın. Yumulu gözünlə, ruhunun gözüyle, qəlbinin gözüyle daxilinə bax, bədəninə bax və dərindən nəfəs al burnunla. Dərindən yavaş-yavaş nəfəs al və nəfəsini ver, yavaş-yavaş. Yenidən bir də dərindən nəfəs al, çünki istəyirəm ki, bədəninizin həyat nəfəsi ateşi ilə dolduğunu görəsiniz. İndi yavaş-yavaş nəfəsini ver. İndi nəfəsini bir də alıb verəndə görəcəksən ki, sənin nəfəsin həqiqətən ateşdir. Dərindən nəfəs al. Çünki indi nəfəsini yavaş-yavaş ver. Çünki nəfəs aldığınız zaman bədəninizdə ateş alovlanır. O ateşdir ki, sənin bədəninə güc verir, enerji verir və sən hər şeyə qalib gəlirsən. DNK-ların, kletkaların o nəfəslə alovlanır, başa düşürsən. Hətta avtomobilləri belə buna görə düzəldiblər. O vaxt ki, hava yoxdur, alovlanma baş vermir. İndi sən nəfəs aldıqca sənin bədənindəki kletkalar hamısı alovlanmağa başlayır. Hər bir kletka 40 trilyona yaxın olan kletka yanmayan, çürüməyən, yəni bu kola, Musanın qarşısında dayanan kola bənzəyirsən. Çünki müjdələmək və çürüməzliyi göstərmək misiyan, tapşırığım var. Çünki misiya, tapşırıq həyatdan daha böyükdür. Və özünüzü bugün birbaşa həsr edin. Mənimlə denən. Denən ki, çürüməzliyi göstərmək mənim həyatımdan daha böyük misiyadır, daha böyük tapşırıqdır. Çünki belə bir misiyanız olduqda ölməyəcəksiniz. Mən %100 sizə söz verirəm. Əgər sən bu misiyada olsan, indi bax yaşadığın alovu, onu tutub özündə daim olduğunu düşünüb, onda yaşasan, sən ölməyəcəksən. Amma ölsən də belə, bu yüzlərlə, minlərlə müqəddəslərin dirildiyi kimi fiziki olaraq yenidən canlanacaqsan, diriləcəksən. Halleluya. Həyat və ölüm məsələləri ilə məşğul olmağın lazımdırsa, əgər həyat və ölüm məsələsi ilə işləmək istəyirsənsə, bunu sadəcə bilin ki, sizin nəfəsiniz bədəni dolduran ateşdir. Bunu elm, təbabət sübut edir ki, o aldığın nəfəs sənin kletkalarını alovlandırır və onlar yaşamağa davam edir. Sənin kletkaların ona görə yaşayır ki, aldığın nəfəs onları yandırmağa başlayır, alovlandırmağa başlayır. Bax, bu misiyan olanda səni heç kim öldürə bilməyəcək. Dünya böyük yalandadır. Dünya böyük yalan içindədir. Bu dünyada heç nə çürüməzlikdən daha çox gizlənilmir. Bu dünyada ən çox gizlədilən, ən çox insanları aldadılan şey odur ki, sən çürüməzsən. Bugün ən çox gizlədilən xəbər çürüməzlikdir. Ən böyük gizlədilən xəbər çürüməzlikdir.
hansı ki sən ondasan. Bu dünya bugün bunu gizlədir. Təsəvvür edirsən nələr baş verir. Kilsələrdə belə, özləri də bilmədən bunu gizlədirlər və gizlədənlərə kömək edirlər. Necə ki, İsa'nın cəsədinin dirildiyi gizlədildi. Şagirdləri dedilər ki, cəsədi oğurladılar və yaxud nağardılar, nə elədilər. Kilsələr belə gizlədirlər ki, özləri də bilmədən gizlədirlər ki, çürüməzlik sənin irsindir, sənin missiyandır, sənin tapşırığındır. Dünya bir çox cəsədə görə aldadıldı. Məryəmin cəsədinə görə, həvarilərin cəsədinə görə. Çünki İsa kimi bir insan olmadığı zaman faktları, sübutları gizlətmək çətin deyil. Amma bugün onlar yeni bir qüvvə ilə ortaya çıxırlar. Məsihin çürüməzliyi, yəni sənin çürüməzliyin, yəni məhs olmuş sənin çürüməzliyin yeni bir qüvvə ilə ortaya çıxır. Və bunu artıq gizlətmək mümkün deyil. Əziz qardaşım, bacım, bu günlərim bir nömrəli müjdə cəhənnəmdən xilas olmaq deyil. Biz cəhənnəmdən 2000 il bundan qabaq xilas olmuşuq. Bu 2000 il bundan qabağın müjdəsidir. Bugün bir nömrəli müjdə çürüməzlikdə, ölməzlikdə olmaq müjdəsidir, eşidirsən. Bir vaxtlar bəlkə 10 il, 20 il, 30 il bundan qabaq İsa'da xilas olduğuna görə bəlkə sevinmişdin. Bugün isə bu deyil. Mən sənə açıram bunu Rəbbin ruhu ilə. Bugün bir nömrəli müjdə, çürüməzlik müjdəsidir, eşidirsən. Və sənin həyatının mərkəzi salib olmalıdır. Sənin həyatının mərkəzi tapşırığı bu olmalıdır ki, sizin həyatınızın mərkəzi missiyası bu olmalıdır ki, siz öz bədəninizi bu müjdənin alovuna çevirməlisiniz və buna qərar verərək etməlisiniz. Başa düşürsən, yəni siz öz bədəninizi, alovlanmış bədəninizi çürüməzlik müjdəsindən çevirmək qərarını verməlisiniz. Halleluya, halleluya, halleluya. Oh, halleluya, lara mansora bandana. Halleluya, halleluya, halleluya. Oh, halleluya, halleluya. Oh, laramba. Alov, 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 alov. Alov səndədir bu dəqiqə. Alovu hiss edirsən bu dəqiqə. Başda bu alovda axını hiss etməyə bədənin sənin alovlandırılıbdır, sənin bədənin alovludur artıq. Yanıb qurtarmayan, tükənməyən alovdur sənin bədənin. Yaşa bunu indi və bugün. Yaşa bunu. Yaşa bunu. Mən işıq hiss edirəm. Mən alov hiss edirəm. Və bu alov məndə yanır. Və o alov mənəm. Halleluya. Mənim hər günüm alovla başlayır. Mən alovla təmin olunmuşam. Mənim bədənim bir atəşdir. Yanır, yanır,
qurtarmır. Diqqətlə fikir ver, öz daxilinə bax, gör, bədənin necə sevinir. Çünki həqiqəti eşidir. Çünki özü barəsində olan ən həqiqi məlumatı oxuyur. Özün özündə oxuyursan bunu. Sənin bədənin özündə olan bu məlumatı oxuyur. Mən sənin bədənində olan məlumatı sənə çatdırıram. Keçmiş artıq əriyib, yox olubdur sənin həyatında. Necə ki, gün batdığı kimi keçmiş sənin həyatında batıb, ölmək, çürümək, qəbrə düşmək. Vah, oy, oy, oy. Görün necə gözəl qidadır. Görün bədən üçün necə gözəl tapşırıqdır. Sənin keçmişin, ölüm, çürümək, sənin barəndə bütün olan keçmiş sadəcə batıbdır, yoxdur. Günəş batan kimi. Və sən bu anda, indi və buradasan. Və sən bu andasan. Sən indi və buradasan. Yəni sən hər yerdəsən. Sən hər yerdəsən. Çünki sən uçursan. Çünki sən nəfəs alırsan. Və bu nəfəs sənin bədənini alovlandırır. Bu nəfəs sənin kletkalarını alovlanmağa sövq edir, sövq edir. Ona görə də bu dünya sənin axınındır. Sən axırsan bu dünyanın hər tərəfində. Çünki o sənin daxilindədir. Halleluya. Halleluya. Biz o yerdəyik ki, əziz qardaş və bacı, biz insanlar artıq o yerdəyik ki, orada məhəbbət var. Orada ateş var. Orada atanın istiliyi var, hansı ki artıq o məhəbbət, o ateş, o istilik sənsən. Sənin qəlbindir. Ona görə qəlbin indi elə bir yağ kimi axır. Elə bir yumşaq bal kimi axır. Ona görə qəlbin belə indi bu yumşaqdır. Çünki özün özünü oxumağa başlamısan. Çünki özün barəsində olan məlumatı oxumağa başlamısan. Çünki sən indi axındasan. Sən alovdasan. Sən yanırsan. Yanırsan, qurtarmırsan. Halleluya. İnsanın bədəninə hava çatmayanda onun daxilindəki kletkalar havasızlıqdan yanmamağa, alovlanmamağa, yəni ölməyə başlayır. O vaxt ki, sən nəfəs ona görə sənə gəlir ki, sən alovlanasan, yanasan və çürüməzliyi bərqərar edəsən. Ona görə də bu ateş, bu alov sənə əbədi olaraq verilmişdir. Sən bu işıqda yaşayırsan. Sən bu alovda yaşayırsan. Sənin ürəyin orada yaşayır. Halleluya. O halleluya. O le ramban sana halleluya. Halleluya. Bu sənin qəlbinin vəziyyətidir. Bu sənin cisminin vəziyyətidir. Başa düş. Nəfəs olmasa, hava olmasa alov yanmır. Qapalı yerdə, havasız yerdə alov yanmır. O sönür. Səndə nəfəs var. O nəfəsdir səni alov edən. O nəfəsdir səni alovlandırıb yandıran. Özünü buna həsr edirsən bugün. Özünü bu missiyaya, bu tapşırığa həsr edirsən. Halleluya.
Budur möcüzə. Və sən bu möcüzəni yaradansan. Və sənin həyatının hər bir anı, sənin həyatının hər bir saniyəsi sonsuz bir ənamdır sənə. Hər saniyən sənə paydır, ənamdır. Özdə sonsuz. Və biz iman vasitəsilə bunları qəlbimizə açırıq. Biz bu barədə düşünürük. Biz bu barədə fikirləşirik və düşündüyümüzə və fikirləşdiklərimizə çevrilirik. Əvvəllər dediyim kimi, oruçluq devrində biz daxilimizdəki işığı tapırıq. O işıqla qidalanırıq və sonda o işığa çevrilirik. İndi bugün sən də öz daxilindəki alovu tapırsan, öz daxilindəki o istiliyi, işığı tapırsan, o alovu tapırsan, öz daxilindəki o çürüməzliyi oxuyursan, tapırsan və onun yeyərək, onunla qidalanaraq ona da çevrilirsən. Budur müjdə, budur bugünkü dünyadan gizlədilən ən böyük müjdə, ən böyük xoş xəbər. Halleluya, oh, oh, oh. Oh, 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 halleluya. Sən nəfəs alırsan və bu nəfəs səni alovlandırır. Halleluya. Çalış, dərk edəsən, düşünəsən eşitdiklərin barədə. Sən indi və buradasan və bu dünya sənin axınındır. Sən orada axırsan, ürəyin istədiyi yerdən istədiyin yerə. Və bu alov səni, sən lazımın olduğun yerə aparır. Haradakı məhəbbət var, haradakı sevgi var, haradakı birlik var, haradakı ata-oğul münasibəti var, haradakı hər şey birləşib, haradakı hər şey artıq birdir. Sən o yerdəsən, indi və bugün. Sən işıqsan, sən alovsan, sən çürüməzsən, sənin sərhədlərin yoxdur, sənin alovunun qarşısını ala bilən heç bir maniyə yoxdur. Bax bu tapşırıq, bu missiyadır səni belə edən. Özü demişdir, mən öz qulluqçularımı alova çevirirəm. Özü demişdir. O vaxt ki, sən dərk edirsən ki, sən ona qulluq edirsən, sən öz bədənini dili və ağılla qurban olaraq onun qarşısına gətirərək təqdim edirsən, sən bu alova çevrilirsən. Sən bu alova çevrilirsən. Halleluya. Oh, halleluya, oh, halleluya. Sən bu alovdasan, alovu hiss edə bilərsən indi. Alovu nəinki hiss edə, artıq alov olduğunu görə bilərsən. Nəinki görə bilərsən, artıq alov olduğunu görməyə başlamışsan. Bu sənin tapşırığındır. Sənin tapşırığın budur. Musanın dağda gördüyü kolun yanıb sönmədiyi kimi, sən bu dağda, sən Siyon dağında görünən, yanıb sönməyən və qurtarmayan alovsan, sənsən o. Halleluya. Hey, hey, hey. Hey, hey, hey. Halleluya. Sənə şükürlər olsun ata. Sənə izzət, sənə şərəf, sənə xeyirlər.
Aleluya, aleluya. Misiyamızda olduğumuza göre sana teşekkür edirik ata. Ölmezlik ve çürümezlik, alov misiyasında, alovlanmış beden misiyasında olduğumuza göre sana teşekkür edirik ata. Sana minnettarız. Minnettarlıq eləməyə başla. Olduğun vəziyyət üçün, olduğun indi alovlu vəziyyət üçün minnettarlıq eləməyə başla. Başla minnettarlıq eləməyə. O le rabando. O le rabanso. Haleluya. Minnettarlıq elə indi qardaş bacı. Minnettarlıq elə. Minnettarlıq elə. Yaşa bunu. Gör sənin tapşırığın nədir? Sənin tapşırığın alovlu bədəndə yaşamaq, alovlu bədən olaraq bu misiyanı yerinə yetirməkdir. Sənin ölməyə ixtiyarın yoxdur. Sənin ölməyə vaxtın yoxdur. Bütün vaxt alınıb, bütün zaman götürülüb. Sən ölə bilməzsən, ölsən belə diriləcəksən. Nə üçün əziyyət çəkib öləsən axı? Niyə əziyyət çəkib öləsən axı? Çünki yazılıb ki, ölsən belə diriləcəksən. Ehtiyac yoxdur, özün də əziyyət çəkib öləsən, başqalarını da əziyyətə salasan. Sənin misiyan var, sənin tapşırığın var. Alovlu bədəndə yaşamaq, alovlu bədən olaraq tapşırığını yerinə yetirmək. Bax gör, bax əgər həqiqətən buradasansa, indisənsə, görəcəksən necə ulduzlar sənin ətrafında fırlanır. Sənin pişvazına çıxır, sənin qarşına gəlirlər. Sənin ayaqlarının altından ulduzlar necə rəqs edib keçirlər, mən görürəm. Sənin başına fırlanır. Necə ki Yusuf'un ay oldu, güneş oldu onun başına. 11 ulduz görüntüde gördü ki 11 ulduz onun başına fırlanır. Necə ki gördü ki Yusuf güneştir. 11 ulduz onun başına fırlanır. Yusuf ateşe çevrilmişti. Yusuf güneş kimi alova çevrilmişti. Işığa çevrilmişti. Gözle bakıla bilmeyen. Onun için de ulduzlar onun başına fırlanırdı. Bak sen indi o güneşten de güclü olan alovsan, alovsan, alov, hey, 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 haleluya, oh, 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 vah, oh, 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 haleluya, oh, haleluya, vah, vah, oh, vah. Güneş sənə baxır, həsəd aparır. Güneş səndəki alova baxır, həsəd aparır. Səndəki gücə baxır, həsəd aparır. Oh, haleluya, haleluya. Bax, ətrafında ulduzlar necə fırlanır. Sənə yaxınlaşdıqlarına belə sevinirlər. Haleluya, haleluya. Oh, hallelujah.